Bura qədər bildik. Bu iki gübrə birinci hesablanmalıdır. Keçdik azotun əskiyini tamamlamağa. Nəyi? 25'i. Üstə gəlinsin 25. Kalium nitratdan hesablayıram. Kaliumdan əskiyim var da. Əskiyim varsa, deməli o əski olsa mənim kaliuma ehtiyacım var. Kalium nitratdan. Kalium nitratın tərkibində, bax buradan yazıram. Kalium nitratın tərkibində 13% azot var. 38% kalium var. Deməli mənim 25 azotu tapmaq üçün 25'i vururam 200'ə, bölürəm 0.13'ə. Bu da bərabər olur, da hesablamışam. Bu da bərabər olur, deməli neçəyə? 38 kilogram yarıma. Bərabərdir 38 kilogram yarım. Azot söhbətimdə bağlandı. 120, 95 plus 25 elədi 120. Azot söhbətimdə bağlandı. 38 kilo mən kalium nitrat versəm, azot söhbətim bağlandı. İndi 38 kilogramdan da eyni zamanda kalium əldə eləmişim. 38 kilogramı 38.5'i vururam. Saf 38.500 gram vururam. Tərkibindəki faizə 38 faizə. Bunu da bölürəm 200'ə. Bu da edir 73 ppm. 73 ppm. Kalium deməli 63 ppm MKP'dən gəldi, 73 ppm kalium nitratdan gəldi. 73. Deməli mənim qaldı burada 64. Deməli 136. 64 ppm kaliuma ehtiyacım var. 64. 64'də də kalium sülfatdan hesablayacağım. Kalium sülfatının tərkibində 42% saf kalium var. Deməli 64 vurulsun 200'ə, bölünsün 0.42'ye. Bu da bərabərdir 30 kilogramadır. Da neçə yazmışdım? Deməli hani 38 30 kilogram yarım. 30.5 kilogram. Deməli kaliumum da həll oldu. Kalium sülfatdan. Deməli bu makroelementlərdən birdə qaldı magnezium. Azot əskiyim yoxdur. Olsa magnezium nitratdan hesablamalıyam. Azot həmsi hesablanır. Tək magnezium qaldığına görə magnezium sülfatdan hesablayıram. Magnezium sülfatında 10% tərkibində magnezium olduğunu nəzərə alsın. 40 ppm lazımdır mənə. 40. Vurulsun 200'ə, bölünsün 0.1'ə, 10%. 0.10'a deyək ki. Bu da bərabər olur 80 kilogram. Deməli mənim gübrə rasyonum budur. Makroelement. Kalsiyum nitrat. Nə qədər? 123 kilogram bu rasyon əldə eləmək. Bu da bu rasyon əldə eləməkdən ötürü. 123 kilogram kalsiyum nitrat. MKP 45 kilogram. Kalium nitrat ne kadardır? 38.5 kilogram. Magnezyum, kalium sulfat ne kadardır? 30.5 kilogram. Magnezyum sulfat 80 kilogram. Bu kalsiyum nitratdır, kalium nitratdır, nitrat gübrələrinin hamısı amonium nitratdır. Bunlar hamısı keçir A bakına, sulfat gübrələri, fosfor gübrələri keçir B bakına. 45, 30, 80, 123, 38. Bax bu ikisi A bakına, bunlar isə B bakına gedir. İndi mikroelementlərin hesablanması. Tutaq ki, ferrium 1.2 ppm lazımdır bizə. Sadə 1, o 6%li tutaq ki, dəmirdən istifadə edirəm. 1.2'ni vururam 200'ə, bölürəm 0.06'ya. Bu da bərabərdir 4 kilogram. 1.2 ppm. Dəmir gedir A bakına. Bu nəsə də onlar lazım deyil. O bakların bölünməsi lazım deyil. Əslində bakların bölünməsində də yəni demək istədiyim tamamilə ən ciddi səhvi bakların bölünməsində biz bakların bölünməsində yaradırıq. Amma hələ ki mən bakların bölünməsindən danışmıram. Onu da bir başqa çəkilişdə mən bakların necə bir şəkildə bölünməsi lazımdır.
Onu da ayrı bir paylaşımda eləyəcəm. Yəni demək istədiyim rasyon bu şəkildə hesablanır və bakların bölünməsi mövzusunda da kiminsə hansısa fikir varsa bölüşsün. Makro elementlərimiz bitdi, mikro elementlər bu qaydada. Başqa nə deyəcəkdim? Yəni burada çox sadədir, 2 dənə düsturdur. ppm varsa gübrənin kiloqramını necə çıxardıram? Kiloqram varsa əlimdə tərkibindəki ppm-i necə tapıram? Çox sadə 2 dənə düsturdur. İnşallah ki faydalı oldum. Çalışıram ki çox sadə olsun. Çünki orada hesablama şəkli milyonda 100 qram, 100 milliqram, onu 200 ton falan zırt-pırt. Yəni bunları başınızı ağrıtmayın. 1 milyonu buradan ixtisar elədiniz, 1 milyonu buradan ixtisar edin. 100 ppm lazımdırsa dediyim şəkildə sadə bir düsturdur. Tutaq ki 100 ppm kalsium lazımdırsa 100 vurulsun tona, ümumi həcmə, bölünsün təsir edici maddənin %%-nə. Bu qədər.